Onlar dünyasını dəyişsələr də, Allah Taala pak və təmiz peyğəmbər və onu kimi pak əhl-i beytindən olan insanlara, digər şəxslərə kömək etmək bacarığı veriblər. Bəli. Birbaşa məsumun özündən istəmək olar ya yox? Birbaşa Əlidən istəyirəm. Ya Əli, Allaha xatir mənə kömək ol. Yox, Əlinin özündən istəyirəm. Birbaşa özündən. Olar olmaz, bəli olar. Mən də sizin adınızdan deyim, hə? Hüseyin, sənə and veririk Anon Zəhraya. Bir də bizim evlərə nəzər elə. Bir də mənim balama nəzər elə. Bir də bax o yataqda yatan o xəstəyə nəzər elə. Hüseyin, bir dənə nəzər elə günahkar canımıza. Hüseyin, nəzər elə bizə. Hüseyin, nəzər elə bizə. İnana bilmirəm ki, anası Zəhraya and verəsən bizi qoyacaq. Ona görə İmam Hüseyin əleyhissalamla kömək istəməyimiz və deməyimiz ki, ya Hüseyin, mənə kömək elə, heç bir şirkliyi yoxdur, ibadətdir və gözəllikdir. Əhl-i Beyt əleyhissalam səsimizi eşidir və bugün bütün nə qədər dostlarıma, qardaşlarıma dediyim sözlərin ən yüksəyini mən İmam Hüseyin əleyhissalama deyirəm və bu da gözəl ibadətdir. Beyt hamısının təsdiqində ki, Allahın əsma-i husnası bizik. O ki vurur məni uca adlarımdan çağır, yəni ən uca adım Əli idi. Yəni ən uca adım Əli idi. Allahın ən uca adı Fatimədir. Bu gecə Fatiməyə and verəndə bil, başa düş ki, ondan o tərəfə yoxdur. O ən uca nöqtədir ki, sən onu dilivə gətirirsən. Ondan uca, ondan əzəmətli Allahın adı yoxdur. Dua nədir? Peyğəmbərimiz belə söyləmişdir. Dua ibadətin özəyidir. Xahiş, tələb, əmr kimi istəmək formalarından fərqli olaraq, dua zamanı dua edən sanki bir qul kimi dua edilənin qarşısında zəlil olur, dua etdiyinin ona kömək edəcəyinə etiqad edir və ona ehtiyacını ödəməsi üçün yalvarır. Uca Allah Quranda qullarından ona dua etmələrini istəyir və duanı ibadət adlandırır. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Ğafir surəsi 60. Qurana görə müşriklərin etdikləri əsas ibadət də məhz dua idi. Allahı qoyub qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara dua edən kimsədən daha çox azmış kim ola bilər? Halbuki dua etdikləri onların dualarından xəbərsizdirlər. İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər. Əhqaf surəsi 5-6. Ancaq Allaha dua, tevhid. İnsan yalnız Allaha yalvarır, birbaşa yalnız Allahdan istəyir, dua edir. Duasında Allahla yanaşı heç kimi çağırmır, duasını xalis olaraq Allaha yönəldir. Bu, xalis tövhiddir. Tövhid isə şirkin əksidir. Allahın bizə ibadət olaraq əmr etdiyi dua məhz bu duadır. Uca Allah Quranda onlarla ayələrdə ancaq ondan istəməyi, onunla yanaşı heç kimdən istəməməyi, duaları birbaşa eşitdiyini, tək qəbul etdiyini və tək cavab verdiyini bildirmişdir. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Fatihə surəsi 5. Şübhəsiz ki, məscidlər Allahındır. Allahla yanaşı heç kəsə dua etməyin. Cin surəsi 18. De, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Cin surəsi 20. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Mən yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağırışımı qəbul edib, mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Bəqərə surəsi 186. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz? Nəml surəsi 62. Yaxşı, bəs belə bir şübhəyə necə cavab verək? Padişahların yanına girə bilmədiyim kimi,
Allahın da qəbuluna birbaşa yox, vasitəçi ilə girirəm deyirlər. Bil ki, padişahların yanına onlarda olan nöqsanlara görə girə bilmirsən. Üstəlik, padişahın özü ilə birbaşa əlaqən olarsa, məsələn, sənə mobil nömrəsini verib, istənilən məsələdə məni istənilən vaxt ara deyərsə, padişahı qoyub vasitəçiyə zəng etmək ağıllı bir iş olmazdı. Uca Allahı padişahlarla müqayisə etmək düzgün deyildir və uca Allah bizə daha yaxındır. Bizdən ancaq onu çağırmamızı istəmiş, bizə verəcəyini vəd etmiş, elmi ilə, eşitməsi ilə bizə şah damarımızdan yaxın olmasını bildirmişdir. Allahdan qeyrisinə dua, şirk. İnsan Allahdan qeyrisinə dua edir və qeyrisindən ancaq Allahın qadir olduğu bir məsələdə kömək diləyir. Məsələn, ya Hüseyin, ya Əbəlfəz və s. deyərək başqasına yalvarır, başqasına dua edir. Bu, böyük şirkdir. Bu cür dua məhz elə Məkkə müşriklərin etdiyi ibadət idi. Bir çox insan səhv olaraq zənn edir ki, Məkkə müşrikləri ilə bağlı ayələr övliyaları çağırmağa aid deyildir. Onlar deyirlər ki, onlar büt deyirlər. Biz dua etdiyimiz övliyaların Allahdan müstəqil qüdrətlərinin olduğuna iman etmirik. Onları sadəcə vasitəçi və şəfaətçi görürük. Güya bu məsələlərdə olan fərqə görə şirk haqqında ayələr bunlara şamil edilmir. Biz hər məsələyə tək-tək aydınlıq gətirəcəyik. Çağırdığımız övliyalar büt deyirlər şübhəsinə cavab. Əvvəla qeyd edək ki, uca Allah Quranda əmr edir ki, Allahla yanaşı heç nəyə, heç kimə dua edilməsin. Gəlin ayələrə baxaq. Şübhəsiz ki, məscidlər Allahındır. Allahla yanaşı heç kəsə dua etməyin. Cin surəsi 18. Bu belədir, çünki Allah haqdır. Kafirlərin ondan başqa yalvardıqları isə batildir. Həqiqətən Allah ucadır, böyükdür. Həcc surəsi 62. Göründüyü kimi ayələr ümumidir və qadağa Allahdan başqa ölü, diri, canlı, cansız hər bir şeyi, hər bir kəsi əhatə edir. Üstəlik, uca Allah müşriklərin yalvardıqlarının, dua etdiklərinin təkcə büt olmadığını, insanlar olduğunu da Quranda bildirmişdir. Yalvardıqlarının dirildiləcək şeylər olduğunu söyləmişdir. Hamımız bilirik ki, bütlər ölmür və dirildilmirlər. Allahdan başqa dua etdikləri heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar. Onlar ölüdürlər, diri deyirlər və nə vaxt dirildiləcəklərini də bilmirlər. Sizin Tanrınız tək olan ilahdır. Ahirətə inanmayanların qəlbi haqqı inkar edir. Özləri də təkəbbürlüdürlər. Nəhl surəsi 20-22. Həmçinin bir çox ayələrdə uca Allah kafirlərin və müşriklərin dua etdikləri, yalvardıqları, sığındıqları ilahların eşidən canlılar, cinlər, mələklər, peyğəmbərlər, Allah qulları olduğunu bildirmişdir. De, ey kitab əhli, bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək. Ali İmran surəsi 64. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Əraf surəsi 194. O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi? Ali İmran surəsi 80. Həqiqətən insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı. Cin surəsi 6. Deməli, bugün Allahla yanaşı hansısa diri və ya ölü insana dua etmək, Allahın qadir olduğu şeyləri onlardan istəməklə Məkkə müşriklərin duaları arasında belə bir fərq yoxdur. Biz dua etdiyimiz övliyaların Allahdan müstəqil qüdrətlərinin olduğuna iman etmirik şübhəsinə cavab. Üstəlik bu yalvarışın yönəldiyi kəsin yox, Allahın hər şeyə qadir olmasına etiqad etmək,
bu yalvarılan, dua edilenlerin müstegil olarak qüdrətinin olmamasını və sadəcə vasitəçi olmasını düşünmək məsələnin mahiyyətini dəyişmir. Çünki Allahın Quranda vəsf etdiyi Məkkə müşrikləri, kafirləri də ancaq Allahı xaliqlikdə, Rəblikdə, ruzi vermək məsələlərində təkləşdirirdilər və ondan başqa heç kimin müstəqil qüdrətinin olduğunu etiqad etmirdilər. De, sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir? Onlar deyəcəklər, Allah. De, bəs belə olduğu halda Allahdan qorxmursunuz? Yunus surəsi 31. Əgər sən onlardan göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir deyə soruşsan, onlar mütləq Allahdır deyəcəklər. Onlar necə də haqdan döndərilirlər. Ənkəbut surəsi 61. Övliyaları sadəcə vasitəçi və şəfaətçi görürük şübhəsinə cavab. Məkkə müşrikləri də dua və ibadət məsələlərində dua etdiklərini, ilahlarını Allaha rəblikdə yox, ibadətdə şərik qoşurdular. Onların ancaq şəfaətçi və vasitəçi olduğunu bildirirdilər. Allahı qoyub başqalarını özlərinə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik deyirlər. Zümər surəsi 3. Onlar Allahı qoyub, özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir deyirlər. De, yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz? Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. Yunus surəsi 18. Lakin bütün bunlar onları müsəlman etmədi. Niyə? Çünki onlar Məkkə müşrikləri Allahdan başqalarına dualarını və ibadətlərini yönəldərək onların şəfaətçi və vasitəçi olduğunu söyləyirdilər. Beləliklə, Məkkə müşrikləri barədə olan ayələrin Allahdan qeyrisinə dua edən hər bir kəsə aid olması bəlli oldu. Allahla yanaşı kiməsə dua etməyin niyə qadağan olması isə sadədir. Rəblikdə tək olan, ilahlıqda və ibadətdə də tək olmalıdır. Görün, uca Allah bunu öz kitabında necə izah edir. O gecəni gündüzə, gündüzü də gecəyə qatır. O günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk O'nundur. Sizin ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyirlər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər. Eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin onları ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz. Fatir surəsi 13-14. Böyük şirkin aqibəti isə əbədi cəhənnəmdir. Uca Allah buyurur. Şübhəsiz ki, Allah özünə şərik qoşulmasını bağışlamaz. Bundan başqa günahları isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. Nisə surəsi 48. Yaxşı, bəs belə bir şübhəyə necə cavab verək? Allah Quranda mənə vasitə ilə yaxınlaşın deyir. Biz də imamı, övliyanı vasitə götürürük deyirlər. Bil ki, uca Allah yüzlərlə ayədə özü ilə yanaşı heç kimi çağırmayın, heç kimə yalvarmayın dediyi halda, nəyə görə o açıq aydın ayələri yox, məhz bu ayəni özümüzə bayraq edirik? Axı, uca Allah vasitəyə dua edin demədi. Əgər vasitəyə dua etmək icazəli olsaydı, Məkkə müşriklərinin yalvardığı vasitələr niyə inkar olunurdu ki? Quranda zikr edilən vasitənin məhz icazəli vasitə, salih əməllər və həmçinin uca Allahın gözəl ad və sifətləri ilə çağırmaqdır.